8-12 yaşlı gənclər arasında keçirilən futbol üzrə təlim məşq toplantısının ən yaxşıları Manchester səfərindən geri dönüblər. Onlar Manchester United futbol klubunun Old Trafford stadionu, akademiyası və təlim məşq bazasında olublar. Bu gəncləri Manchester United futbol məktəbinin məşqçiləri Carl White və Paul Gray seçib. 6 gənc Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Əbdürrəhmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva gələcəyə ümid verən futbolçulardır. Gənc futbolçular Manchester United Futbol Akademiyasının Denston kollecində keçirilən təlim məşq toplantısına qatılıb. Qəbələ Futbol Akademiyasının yetirməsi Tamerlan Rizvanov təlimin ən yaxşısı seçilib. Manchester United Futbol Akademiyasından dəvət alan Tamerlanın yaxın günlərdə futbol kampına qatılması gözlənilir. Təlimin nəticələrindən asılı olaraq o, Manchester Unitedin gənclərdən ibarət yığma komandasına dəvət ala bilər. Etimadınızı doğrultmaq üçün əlimdən gələni edəcəyəm deyən Qəbələnin gənc yarım müdafiəçisi bu səfərdən razı qalıb. Biz Old Traffordda, sonra Denston College var, orada qaldıq. Bir həftə orada məşq elədik. Çoxlu uşaqlar var idi, tanış olduq uşaqlarla İngiltərədən, Fransadan, Afrikadan çoxlu uşaqlar var idi. 2 həftə məşq elədik orada. Hər həftənin də 5-ci günü gedirdik Old Traffordda. Old Traffordda da gəzdirdilər bizi, muzey var orada, çoxlu kubok var olan yerdə. Sonra Manchester'ın öz dükanını görsətdilər. Elə həmişə 2 dəfə getdik Old Traffordda. Ondan sonra da Chelsea ilə Manchester United'ın oyuna baxdıq. Çox gözəl idi. Azarkeşlər qışqırırdı, yaxşı fanatlar. Mənə də çox xoşuma gəldi. Manchesterə səfər edən qrupun xanım üzvü Nigar Mirzəliyeva da bu səfərin onun üçün çox yadda qalan olduğunu deyir. Yaşının az olmasına baxmayaraq xanım futbolçumuz İngiltərədə ölkəmizi təbliğ etməyi də unutmayıb. Orada mənim dostlarım var idi. Qızlardan. Onları mən özümlə buradan Azərbaycana bayraq aparmışdım. Azərbaycan, Baku, hər şey aparmışdım. Onlara orada bayraq verdim ki, yəni Azərbaycana məndən yadigar onlar saxlasın orada. AFFA'nın və Bakselin təşkilatçılığı ilə baş tutan səfər 18 gün davam edib. Sənan Salmanov, Vüsal Babayev, Yurt Xəbər.